Axşamınız xeyir uşaqlar. Ümid edirəm işləriniz və səhhətiniz qaydasındadır. Mən dünən kanala video izah yüklədim. Orada ümumi xüsusi sualları izah elədim, yüklədim. Amma disjunktivə səsim yetmədi. İndi bugün fikirləşirəm ki, bunun testini yüklüyüm. İzah etdiyim hissənin. Daha sonra disjunktiv onsuz da asandır. Orada bir qəliz bir şey yoxdur. Əslində burada da qəliz bir şey yoxdur. Sadəcə daha çox diqqət tələb edir. Deməli, biz dedik ki, qaydamızı təkrar edək. Mübtəda və mübtədanın təyininə sual verərkən söz sıramız nəqli cümlədə olduğu kimi qalır. Yəni, mübtəda üstəgəl xəbər olduğu kimi qalır. Bura nə köməkçi feil artırmırıq, nə xəbərlə və yaxud da modal feillə mübtədanın yerini dəyişmirik, heç bir şey etmirik. Sadəcə, əgər sual mübtədaya verilibdirsə, bizim xəbərimiz indiki zamanda olmalıdır, üçüncü şəxsin təkində. Bu qədər. Digərlərində həmişə sualları, nə cür sual vermişiksə köməkçi ilə, nə ilə, elə işimizi görürük. İndi baxaq. Baxın, how long, nə qədər müddətdir ki? Bu, bitmiş zamana verilən sual sözüdür. Yəni, for, biz bitmiş zamanı keçəndə demişdik ki, for və since ilə işlənir, düzdürmü? Baxın, oradakı for ilə işlənən nəqli cümlədəki bitmiş zamanı biz how long ilə sual veririk. Since isə since when ilə sual veririk. Yəni, how long-un xəbəri olmalıdır bitmiş zamanda. Ona görə bunu silirəm, bunu silirəm, bunu da silirəm. İki variant arasında qaldım, A və B. Baxın, burada söz sırası pozulmayıbdır. Nəqli cümlədə necədirsə elə qalır. Amma bu mənim işimə yaramır. Çünki mən zaman zərfinə sual verirəm. Ona görə mənim düzgün variantım A-dır. Köməkçi feil mübtədanın önünə keçməlidir. Baxaq 2-yə. Burada when və what time zaman zərfinə verilən suallardır. Düzdürmü? Deməli, mənim söz sıram dəyişməlidir. Baxın, burada dəyişməyib. Burada dəyişməyib. Bu okeydir. Burada dəyişib, köməkçi feil artırıblar. Tiz artırmaqlarına baxmayaraq, əsas feili yenə də keçmişdə saxlayıblar. Amma biz bilirik ki, əsas sualda köməkçi feili artırandan sonra mənim əsas feilim ilkin formaya qayıdır. Yəni, return olmalıdır. Ona görə D səhvdir. Y-də də baxsaq, həm köməkçi feili, həm əsas feili mübtədanın önünə keçirdibdir. Belə olmaz. Sadəcə köməkçi feil mübtədanın önünə keçir. Əsas feilimiz olduğu yerdə qalır. Ona görə bu da işimizə yaramır. Düzgün cavabımız C bəndi. 3. When var. Deməli, zaman zərfinə sual vermişik. Bizim söz sıramız dəyişməlidir. Qaldım iki variant arasında. C-də yenə baxın, həm köməkçini, həm əsası mübtədanın önünə gətirirlər. Bu da səhvdir, olmaz. Sadəcə köməkçi keçməlidir önə. 4. Why? Səbəb, məqsəd üçün verilir, səbəb üçün verilir, düzdürmü? Burada mübtəda və mübtədanın təyinindən söhbət getmir. Ona görə mənə köməkçi feil lazımdır. Baxın, burada köməkçi feili verib, amma mübtədadan sonra verib. Ona görə bu səhvdir. B-də də köməkçi feil var. Amma axı mənim mübtədam üçüncü şəxsin təkindədir. Ona görə IS-i köməkçi feil qəbul etməli idi. Əsas feilimdə əsas formasına qayıtmalıydı. C-də köməkçi feil yoxdur. D düzdür. Y-də də köməkçi feil lap ən axırdadır. Belə bir struktur öyrənməmişik. D düzdür. 5. How often? Bu zaman zərfinə verilən sualdır. Burada yenə biz köməkçi feil axtaracağıq. Bax, burada yoxdur. Burada yoxdur. Daha doğrusu var, ancaq ki, mübtədadan sonraya artırılıbdır. Bu uyğun deyil. Daha doğrusu mübtədadan sonraya da artırılmayıb. Tamamlığı gətirib qoyublar başa. Tamamlığın burada nə işi var? C düzdür. D-də həm əsası, həm köməkçini ikisini də keçirdiblər mübtədadan əvvələ. Ona görə bu işimə yaramır. Y-də də yenə hər şey tərs başdır. Bu da mənim işimə yaramır. Deməli, mənim sualda olmalıdır köməkçi feil, üstəgəl mübtəda,
üstəgəl xəbər, yəni əsas feil, üstəgəl tamamlıq. Tamamlıqla bu xəbər həmişə olduqları yerdə qalırlar. Sadəcə önə keçən şey köməkçidir və yaxud da modal feildir. 6-ya baxıram. Where. Yer zərfinə verilən sualdır. Deməli, köməkçim önündə olmalıdır. Baxın, bu səhvdir. Burada həm əsası, köməkçini həm əsası dəyişdiribdir. Ona görə də səhvdir. C düzdür. D-də yenə Aurora, bu Aurora. Hər şey tərs başdır. Bu da uyğun deyil. Y-yə baxsaq yenə mübtədam hardadır, köməkçim hardadır, əsas feilim hardadır, hər şey tərs başdır. 7. How, necə? Tərzi hərəkət zərfinə verilən sualdır. Mənim modal feilim öndə olmalıdır. Mübtədanın önündə. Bu səhv. Burada da yenə səhv. Burada həm modalı, həm əsas feili keçirdibdir önə, ona görə səhv. D düzdür. Y yenə səhv. Tamamlıq gəlib hara çıxıb görürsünüz. Bu səhvdir. 8. Why. Zərfə verilən sualdır. Deməli, mənim köməkçi feilə ehtiyacım var, hansı ki olmalıdır mübtədanın önündə. Baxın, burada did verib, did verəndən sonra əsas feili yenə verib də keçmiş zamandır. Axı, mən keçmişim artıq köməkçi ilə ifadə olunduğuna görə, mənim əsas feilim əsas formasına qayıtmalıydı, give olmalıydı. Ona görə bu da səhvdir. A-da isə həm əsası, həm köməkçini önə keçirdibdir deyə bu da səhvdir. Sadəcə D qaldı. 9. What inspired you to embark on such a dangerous journey? Baxın, burada tamamlığa sual verildi. Deyirəm ki, səni nə ruhlandırdı? Deməli, mübtədaya sual vermişəm, düzdürmü? Mübtədaya sual verirəmsə, mənə köməkçi feil lazım deyil. Mənə nəqli cümlənin söz sırası lazımdır. Yəni, mübtəda, üstəgəl xəbər olsun. Mübtədanın yerində durur bu what, sual sözü. Ondan sonra birbaşa xəbər gəlməlidir, düzdürmü? Əgər xəbərim indiki zamandadırsa, indiki zamanda üçüncü şəxsin təkində olmalıdır. Yəni, S şəkilçisi qəbul etməlidir. Etməyibdir deyə səhvdir. Burada köməkçini əsas feildən sonra köməkçi veribdir, səhvdir. Burada da əsas feildən sonra köməkçi veribdir, səhvdir. Düzgün variantım alınıb. Who görəndə uşaqlar. Adətən baxın cümlənin sonuna. Cümlənin sonunda söz örnəyi yoxdursa, deməli bu tamamlığa verilmiş sual deyil. Mübtədaya verilmiş sualdır. Mübtədaya sual vermişəmsə, mənim köməkçiyə ehtiyacım yoxdur. C bəndi düzgün olacaq. 11. When. Zaman zərfinə sual vermişəmsə, mənim köməkçiyə ehtiyacım var. Yəni, sual cümləsinin söz sırasına ehtiyacım var. Köməkçi, üstəgəl mübtəda, amma əsas feilim də olsun, əsas formada. Bu da G variantıdır. Burada həm köməkçi, həm əsas önə keçibdir. Bu da səhvdir. 12. Baxın, yenə mübtədaya sual vermişəm. Deyirəm ki, səni nə vadar etdi? Yerindən imtina edəsən. Mübtəda yerində sual sözü durur. Ondan sonra birbaşa əsas feil gəlməlidir. What made you give up? A bəndi düzdür. D-də köməkçi var. C-də baxın, C-də what gave up your place. Ümumiyyətlə, mənim xəbərimi də yoxa çıxardıbdır C-də. D-də köməkçi var. Y-də də həm əsas feili, həm də həm köməkçini, həm əsas feili mübtədanın önünə keçirdibdir. Sadəcə burada made-i niyə silibdir, onu başa düşmədim. Tərcüməsinə baxsaq, nə imtina etdiysən sənin yerindən tərs-baş şeylərdir. Ağbədiyə səhv edib ki, siz rahat-rahat düzgün variantı seçəsiniz. 13. Why? Niyə? Deməli, tamamlığa sual vermirəm. Mənə lazımdır köməkçi feil, üstəgəl mübtəda, üstəgəl əsas feil. Baxın, burada həm did verib, to'ku keçmiş zamanda saxlayıb, səhv. Burada həm köməkçini, həm əsası önə keçirdib, səhv. Burada ikisini də mübtədadan sonra da saxlayıbdır, bu da səhv.
Düzgün variantım D olacaq. 14-ə baxıram. Y eyni şey yuxarıdakı kimi. Köməkçi feil üstəgəl mübtəda, üstəgəl əsas feil strukturunu axtarıram. Bu da D-dədir. Burada köməkçi sonradadır. Burada köməkçi versə də əsas feili əsas formasına qaytarmayıbdır. Burada köməkçi yoxdur. Burada da hər iki feili mübtədadan önə keçirdibdir. 15. How, necə? Deməli, tərzi hərəkətə vermişəm sualımı. Mənə lazımdır köməkçi, üstəgəl mübtəda, üstəgəl feil, əsas feil. A, düzdür. Burada köməkçi yoxdur. Burada da yoxdur. Burada da yoxdur. Burada da var, amma baxın, əgər həz vermişəmsə, mənim ikinci tərəfim P2 olmalıydı. Yəni, bitmiş zaman olması üçün to have üstəgəl P2. Strukturumuz budur. Burada P2 verməyib, indiki zamanda olan feil veribdir deyə, ümumiyyətlə burada da qrammatik səhv var. 16. Did began olmaz. Hər iki feil mübtədanın önünə keçməz. Köməkçi mübtədadan sonra olmaz. C düzdür. Köməkçidən sonra əsas feil keçmişdə olmaz. Burada da köməkçi yoxdur. 17. Burada köməkçi yoxdur. Burada köməkçi mübtədadan sonradır. Bu düzdür. Burada köməkçini indikidə verib, əsası keçmişdə verib, belə bir strukturu yoxdur. Burada hər iki feil mübtədadan sonradır. Bu da səhvdir. 18. Bu mübtədaya verilən sualdır. Deyirəm, səni nə gətirdi bu təhlükəli lokasiyaya, ünvana? Deməli, mənə lazımdır sual sözü üstəgəl birbaşa əsas feil. Artıq mənim köməkçiyə ehtiyacım yoxdur. Mübtədaya sual verdiyim üçün. Cavabım D bəndi olacaq. Bu niyə belə oldu? 19. Deməli, yer zərfinə sual vermişəm. Mənə sual cümləsinin strukturu lazımdır. Did və found hər ikisi mübtədanın önündə olmaz. Mübtədadan sonra olmaz. Burada köməkçi yoxdur. Y bəndi düzdür. 20-yə baxıram. Burada cümlənin sonuna baxıram ki, söz önü yoxdur. Deməli, mən mübtədaya sual vermişəm. Düzdürmü? Mübtədaya sual vermişəmsə, ondan sonra birbaşa xəbər gəlməlidir. Köməkçi feil olmamalıdır. D-yə baxın. P2 cümlənin xəbəri olmaz. Bu participle'dır. Participle to be-siz cümlənin xəbəri olmaz. O şəxssiz formadır. Y düzdür. Əgər bitmiş zamanda işlədəcəmsə, həzdən sonraki feilim yenə deyirəm, P2-də olmalıdır. Break yox, broken olmalıydı. Ona görə bu da səhv. Yenə deyirəm, burada həzdən sonra keçmiş zaman yox, bitmiş zaman, yəni P2 olmalıdır. Bu da səhv. Düzgün cavabım Y bəndi. 21. Mən köməkçi feil axtarım, çünki zərfə sual vermişəm. Niyə, nə məqsədlə o imtina etdi. Burada baxıram ki, hər iki feili mübtədanın önünə keçirdib səhv. Köməkçi mübtədadan sonradır səhv. Köməkçi mübtədadan sonradır səhv. Bu düzdür. A-da isə əsas feili əsas formaya, yəni indiki halına qaytarmayıbdır. Ona görə bu da səhv. 22. Burada köməkçi yoxdur. Burada köməkçi də əsas da mübtədanın önündədir. Burada köməkçi yoxdur. D düzdür. Y-də isə köməkçidən sonra yenə keçmiş zamanda vermişəm feili. Bu da səhvdir. 23. Zaman zərfinə vermişəm. Burada köməkçi yoxdur. Köməkçi var, amma yenə feilim keçmiş zamandadır. Səhv. D bəndində köməkçi də əsasdan mübtədadan sonradır. Səhv. Burada da köməkçi yoxdur. Səhv. Cavabım B bəndi. 24. Bu tamamlığa verilən sualdır. Çünki cümlədə mənim mübtədam var. Əgər cümlədə bir mübtəda varsa, deməli cümlənin bu sual what verilibdir tamamlığa. Deməli mənim köməkçi feilə ehtiyacım var. Köməkçi feilə ehtiyacım var, amma ki əsas feilə də ehtiyacım var. Baxın, burada sadəcə bir feil var.
Deməli, burada əsas feil ya da köməkçi ikisindən biri yoxdur. Ona görə A da səhvdir, B də səhvdir. C-də isə köməkçini keçmişdə verəndən sonra əsası qaytarmalıydım indikiyə. Bu da səhvdir. Keçmişdə veribdir. Bunu da ümumiyyətlə tutub verib P2-də nə əlaqə? P2 bizim cümləmizin xəbəri ola bilməz. Y variantı düzdür. 25. What drew your attention? Baxın, bu cümlədə mübtəda yoxdur. Deyirəm, sənin diqqətini nə çəkdi? Mübtədaya sual vermişəmsə, köməkçiyə ehtiyacım yoxdur. Köməkçi önə keçməz. Cavabım A bənd. Köməkçi önə keçməz dedim. Y-də düzdür əslində. Köməkçinin yeri düzdür. Mübtədadan sonra gəlibdir. Sadəcə yenə burada P2 verməyibdir. Drawn olmalıydı bunun yerinə. Ona görə bu səhvdir. 26. When zamana vermişəmsə, əsas köməkçi feilim olmalıdır mübtədanın önündə. Köməkçidən sonra da xəbərim olmalıdır əsas formada, yəni indiki zamanda, yəni to-nu atandan sonra qalan baza formasında. C düzdür. D-də hər iki feili önə keçirdibdir, səhvdir. Y-də də köməkçi yoxdur, səhvdir. 27. Yer zərfinə sual vermişəmsə, mənim köməkçiyə ehtiyacım var. Mübtədadan əvvəl gəlməsinə ehtiyacım var. Düzdürmü? Və ondan sonra da feili baza formasına ehtiyacım var. Baxın, to-nu atandan sonra, məstərdən to-nu atandan sonra yerdə nə qalırsa, ona ehtiyacım var. Bu da sadəcə A bəndindədir. 28. Zaman zərfinə sual vermişəm. Mənim köməkçiyə ehtiyacım var ki, gəlsin mübtədadan əvvələ. Əsas feilim də olsun baza formasında. B bənd. 29. Mübtədan var. Mübtədan varsa, deməli, bu tamamlıqdır. Deyirəm, o nəyi seçdi proyekt olaraq, layihə olaraq? Artıq mən tamamlığa sual vermişəmsə, ehtiyacım var ki, köməkçi feil gəlsin mübtədanın önündə. Və əsas feilim də olsun əsas formada, baza formasında. Bu da Y variantındadır. 30. Cümlənin sonuna baxıram ki, söz önü yoxdur. Deməli, bu mübtədaya verilən sualdır. Ona görə köməkçi feil olmamalıdır. Və xəbərim də P2 ola bilməz. Ona görə B bənd. Yer zərfinə sual vermişəmsə, mənim ehtiyacım var ki, köməkçi feil mübtədanın önündə gəlsin. Əsas feil də bazada olsun. Bu da D variantındadır. Zaman zərfinə sual vermişəmsə, köməkçi feil mübtədanın önündə gəlməlidir. Əsas feil də baza formasında olmalıdır. Bu da Y bəndindədir. Burada da köməkçi yoxdur. Burada P2 yoxdur. 33. Burada yenə zərfə sual vermişəm. Köməkçi feil mübtədanın önündə gəlməlidir. Əsas feil də əsas formaya qayıtmalıdır. C bəndi düzdür. Burada köməkçi yoxdur. Köməkçi mübtədadan sonradır. Burada da xəbərim baza formada deyil. 34. Burada did gəlməlidir mübtədanın önündə. Çünki mən tərzi hərəkətə sual vermişəm. Və əsas feilim də olmalıdır əsas formada. Baxın, burada su sayılmayan isimdir. Yəni, üçüncü şəxsin təkindədir. Burada indiki zamanda verirəmsə, o olmalıydı does. Bu, buna görə səhvdir. Burada diddən sonra spreads verə bilmərəm. Baza forma qayıtmalıydı. Yenə baza formaya qayıtmalıydı. Burada da köməkçi yoxdur. 35. Burada mübtədan var. Mübtədan varsa, deməli, bu tamamlığa verilib. Deyirəm, sən workshop haqqında nə düşündün? Deməli, köməkçiyə ehtiyacım var. B bəndi düzdür. Köməkçidən sonra əsas feil əsas formada olmalıdır. Baza formada olmalıdır. Burada köməkçi yoxdur. Burada da əsas feil bazada deyil. 36. Yer zərfidir. Köməkçi öndə gəlməlidir. Burada köməkçi yoxdur. Burada öndə gəlməyibdir. Burada öndə gəlib, amma əsas feilim baza formasında deyil. Burada da köməkçi yoxdur. Y bəndi düzdür. Yəqin ki, 43-ə qədər işləyib saxlayacağım. Çünki çox uzun olacaq video. Bir neçə hissədə yükləyəcəm bu videonu. Deməli, tərzi hərəkəti sual vermişəm.
köməkçi feil öndə gəlməlidir. Öndə gələndən sonra əsas feilim əsas formaya qayıtmalıdır. B bəndi düzdür. 38. Cümlədə mübtəda var. Mübtəda varsa, deməli, bu tamamlığa sual vermişəm. Tamamlığa sual verirəmsə, mənim köməkçi feilə ehtiyacım var. Köməkçi feil də verəndən sonra mənim əsas feilim bazaya qayıtmalıydı. Burada hər ikisi mübtədanın önünə keçibdir. Səhv. Y variantı düzdür. 39-a baxsaq, cümlənin sonunda söz önü yoxdur. Deməli, who mübtədaya verilən sualdır. Mübtədadan sual vermişəmsə, köməkçiyə ehtiyacım yoxdur. Burada P2-dir, cümlənin xəbəri ola bilməz. İki variant arasında qaldım. Əgər dedik ki, mübtədaya sual vermişəmsə, xəbərim olmalıdır üçüncü şəxsin təkində. Yəni, gives olmalıydı. Ona görə bu da səhvdir. Amma keçmiş zamanda bütün şəxslər eyni formanı daşıyır deyə rahat bunu seçə bilirəm. 40-a baxaq. Köməkçi feilə ehtiyacım var, çünki yer zərfindən sual vermişəm. B-ni sildim, D-ni sildim, Y-ni sildim, çünki köməkçi mübtədadan sonradır. A-nı da silirəm, əsas feilim baza formada deyil. C variantı. 41. Zaman zərfinə sual vermişəm. Köməkçi lazımdır mənə. Və köməkçi mübtədadan öncə gəlməlidir. Əsas feilim də baza formada olmalıdır. Ona görə C variantı. 42. Köməkçi feilə ehtiyacım var. How ilə sual vermişəm. Tərzi hərəkətdir. Və mənim xəbərim, əsas feilim baza formada olmalıdır. Ona görə C variantı. 43. Mübtədam var. Mübtədamın təyininə yox, tamamlığımın təyininə sual vermişəm. Deyirəm ki, o hansı yarışda iştirak edəcək? Deməli, mübtədanın təyininə sual vermişəmsə, üzr istəyirəm, tamamlığın təyininə sual vermişəmsə, mənim köməkçiyə ehtiyacım var. A-nı sildim. Y-ni də sildim. Artıq köməkçidən sonra mənim feilim əsas formada olmalıydı. Bu düzdür. D buna uyulmur. Qaldım B və C variantında. Əgər indiki zamanda işlədirəmsə, üçüncü şəxsin təkində does işlətməliydim. Bu da səhvdir. Qaldım B-də. 44-ə də baxaq, 100 dənə testimiz qalmış olsun. Mübtədam var deyə, deməli bu tamamlığa verilmiş sualdır. Tamamlığa sual verəndə mənim köməkçi feilə ehtiyacım var. Köməkçi feil öndə gəlsin, əsas feil yerində qalsın. Və əsas feil baza formada olsun. Artıq keçmişdə və yaxud da indiki üçüncü şəxsin təkində olmasın. Heç bir şəkilçi qəbul etməsin. Bu da Y variantındadır.